Yenidən gələn sizə libasımızı göstəririk. Şokolad rəngini geyinmişdin, bitirmişdiniz. İndi də 3 rəngi ilə gəldi. Nabuk materialındadır, keyfiyyəti də gözəldir. Çiyinləri belə qəşəng düz saxlayır. Ayaqqabılarım da nabukdur, hətta rəngləri də var. Çantamız da elə mağazadandır. İstəsəz yenə belə dəst ala bilərsiniz. Aksesuarlarım da həmçinin mağazamızdandır. Hatırladınızmı bu donumuzu? İndi deyəcəksiniz hansıdır görəsən. Amma bəzi müştərilər var ki, bilsinlər, xəbər verirəm ki, bitmişdi, yenidən gəldi. Üzərində şarfı ilə bərabər. Bax, deyəsəz səsin niyə tutulub? Səsim biraz kişiləşmə gelir səsim. Biraz xəstələnmişəm, üstünüzə sağlıq. Rəngləri var, yenidən gəldi xanımlar. Şərfi ilə bərabərdir. Materialı trikodur, qalındır və Zara modeldir, nəzərinizə çatdı. İlk cümlə bu olacaq. Korsetin bilinir. Abad, sən korsetinə baxma. Sən bax dona, donun uzunluğuna, donun materialına, qiymətinə. Ay sağ ol, duruşuna bax. Sən içindəki qıza bax. Korset niyə baxsan? Yaxşı şeylər baxın da biraz boy. Nəysə, çantama bax. Ay sağ ol da, o da yaxşı şeydir. Korset də pulla almışam. 26 manatlı mağazamızda var. Çantamız öz zövqümdən seçmişəm. Bu aralar qəşəng çantalarımız gəlir, ayaqqabılarımız mağazadan. Deməli, donumuzun sadə rəngləridir, vardır və hər şeylə kombin edə bilərsiniz. Üstərinə, üzərindən jaket, üzərindən köynək, üzərindən, nə bilim, palto, manto, panço, nə istəsəz geyinə bilərsiniz. Biraz da qısa don göstərim deyirəm, 15 manata. Kənarları açıqdır, mən korset taxmışım, korsetim görünür. Qarası da var, göy rəngi də var, ölçü iləndir. Onu da qeyd edeyim ki, Türkiyə istehsalıdır, amma 15 manatdır. Niyə 15 manatdır? Siz soruşmayın, 15 manata gətirmişik canım. Aksesuarlarım mağazadadır. Rəqabətə görə qoymuşuq. İndi bəzi geyimlər var ki, indi onun qiyməti biraz aşağı düşməlidir. Başa-düşdünüz necə? Uzun donlarımız da var, qısa donlarımız da var. Hərənin zövqü indi başqa-başqadır, zövqlər müxtəlifdir. Ona görə də hər kəs öz zövqü üçün gəlib onu tapa bilər. Yeni gələn donlarımıza baxaq, diqqətlə baxaq. Deyəsiniz ki, həmişə kablukla geyinirlər. Niyə makasinlə geyindin? Ola bilər də indi xanım var ki, düz ayaqqabı daha çox xoşlayır. Elə xanım var ki, sevgisinin boyun balacadır, məsələn, özün boyu hündürdür, kabluk geyinə bilmir, düz ayaqqabı ilə geyinir. Ola bilər də hər şey ola bilər. Məsələn, elə adam var ki, padroqasının boyları hamısı balacadır, mən kimi. Məcburdur ki, düz geyinsin. Yenidən gəlib bu donumuz, xanımlar. Barmağı da keçəndir. İstəsəz yəni barmağı belə keçir. İstəsəz barmağınızı keçirə bilərsiniz. Aksesuarlarım da elə mağazadandır. Başdan ayağa. Çantamda, ayaqqabımda. İlk cümlə bu olacaq. Korsetin bilinir. Abad, sən korsetinə baxma. Sən bax dona, donun uzunluğuna, donun materialına, qiymətinə. Ay sağ ol, duruşuna bax. Sən içindəki qıza bax. Korset niyə baxsan? Yaxşı şeylər baxın da biraz boy. Nəysə, çantama bax. Ay sağ ol da, o da yaxşı şeydir. Korset də pulla almışam. 26 manatlı mağazamızda var. Çantamız öz zövqümdən seçmişəm. Bu aralar qəşəng çantalarımız gəlir, ayaqqabılarımız mağazadan. Deməli, donumuzun sadə rəngləridir, vardır və hər şeylə kombin edə bilərsiniz. Üstərinə, üzərindən jaket, üzərindən köynək, üzərindən, nə bilim, palto, manto, panço, nə istəsəz geyinə bilərsiniz. Tərifə ehtiyacı olmayan donlarımızdan göstərirəm. Broşu da var, çıxarda bilirsiniz. Çıxardıb buradan bağlaya bilərsiniz. Deməli, tam sadədir. Ayaqqabılarım da elə donumun rəngindədir. Çantam tamamlayıb. Donumuzun da belə qara rəngi var. Mən üzərindən aksesuar istifadə eləmişəm. İstəsəz siz də istifadə eləyə bilərsiniz. Bəzi geyimlər var ki, onlar aşiq olunası bir dəstdir. İkisi bir yerdə özü də. Bax, gördün? Qarası, bardovsu. Möhtəşəmdir. Deməli, xanımlar, donu üzərindən bir də belə kardiganı var. Rəngləri mən sizə göstərdim. Hansı rəngi bəyənsəz yazarsınız. Aksesuarlarım mağazadan, çantam mağazadan, ayaqqabım da mağazadandır. Söz tapa bilmirəm bu dona. Qoy fırlanım bir-iki dəfə də. Çox gözəl bir dondur. Həqiqətən də mən söz tapa bilmədim. Deməli, materialı çox sürüşkəndir də, yumuşaqdır, pambıqdır da, əla materialı var. Premium materialındadır xanımlar. Yəni,
Özünüzlə gələndə görəcəksiniz ki, toxunanda həqiqətən o effekti alacaqsınız özünüzdə. Çatdırılmamız da var, çantamız da var, aksesuarlarımız da var, ayaqqabılarımız da var. Nə deyim dayı, canım sizə söyləsin. Mən də buradayam, varam. Gəlin sizə xidmət eləyim.